Bakıda İdrak liseyində silahlı insident baş verib. Hadisə Binəqədi rayonu ərazisində təhsil müəssisəsində qeydə alınıb. Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahlı atəş açıb. Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir. Daxili İşlər Nazirliyi insidentlə bağlı məlumat yayıb. Hadisə bugün səhər saat 9 radələrində baş verib. O atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən şəxsə xəsarət yetirib. Polis əməkdaşları tərəfindən 10-cu sinif şagirdi saxlanılıb, ondan ov silahı götürülüb. İdrak liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub. Şahidlərin reporta verdiyi məlumata görə hadisə tənəffüs zamanı baş verib və bildirilib ki, güllə müəllimin boyun nahiyəsinə dəyib. Qeyd olunub ki, hazırda dərslər təxirə salınıb. Valideynlər uşaqlarını məktəbdən götürürlər. Güllə atan şagirdin atası Şirinov Samir əvvəllər Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis müavini vəzifəsində işləyib, hazırda işsizdir. Liseyin rəhbəri Mönsün Alışov hadisənin səbəbləri barədə açıqlama verib. O bildirib ki, şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib deyə o əlavə edib. Binəqədi rayon İdrak liseyində baş verən hadisə nəticəsində güllələnən müəllimin vəziyyəti ilə bağlı təcili və təxirəsalınmaz tibbi yardım mərkəzindən məlumat verilib, kliniki tibbi mərkəzdən və bildirilib ki, təxminən çağırış 09:10 radələrində olub, çağırış ünvanına təcili yardım briqadası cəlb edilib. Təcili yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri ilkin tibbi yardım göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır. Şagirdin güllələnməsində müəllimin vəziyyəti açıqlanıb və onun vəziyyətinin də hazırda ağır olduğu bildirilir. Hadisəni törədən şagird isə polis əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı araşdırmalar aparılır, hadisənin nədən baş verdiyi araşdırılır. Onda deyək ki, son vaxtlar bu cür hallara tez-tez rast gəlinir, xüsusilə də məktəbdə olan şagirdlər arasında aqressivləşmə daha çox nəzərə çarpır. Bəs bunun səbəbi nədir? Ümumiyyətlə, bunun üçün hansı tədbirlərin görülməsi vacibdir? Bu barədə TNS TV-yə psixoloq Vəfa Əkbər açıqlama verib. İzləyək. Bu məsələ ümumiyyətlə sadəcə fərdin bir insident yaşaması deyil, eyni zamanda yeniyetmə psixologiyası, sosial mühit, sonra təhsil sistemindəki boşluqların kəsişməsində yaranır. Yəni kompleks böhrandır bu. Yəni bu səviyyədə aqressiya birdən-birə yaranmır, yəni anidən yaranan bir şey deyil. Bu uzun müddətli psixoloji gərginliyin partlayışıdır. Yəni 14, 15, 16 yaşlı uşaqlar, onların beyninin prefrontal korteksi, yəni o məntiqi qərar vermə mərkəzi, belə deyim, ocağı hələ formalaşmayıbdır tam. Ona görə də bu yaşda onlara gərginlik ya da belə deyim, aşağılama, onları bullyinqə məruz qoyma kimi bir məsələlər fərdin özünü qoruma instinktinə keçir. O da özünü gücsüz hiss etdiyi üçün mütləq güc əldə etməli olduğunu düşünür. Yəni bu məsələyə birinci növbədə araşdırmaq lazımdır. Bu ciddi bir mövzudur. Uşağın psixoloji vəziyyəti, uşağın məktəbdə, sinifdə tutduğu rol, pozisiyası, onun müəllimlərinin onun haqqında rəyi və niyə bu məsələdə o bullyinqə məruz qalıbsa və ya ailə zorakılığına məruz qalıbsa, o silahı necə əldə edibdir, o özünü necə göstəribdir, bunların hamısı araşdırılmalıdır. Əks təqdirdə digər dırnaqarası güclənmək istəyən şagirdlər, bullyinqə məruz qalanlar bunu nümunə kimi göstərəcəklər. Yəni götürəcəklər, üzr istəyirəm. Deməli, burada yəni təkcə hüquqi deyil də, burada bir cəmiyyətin psixoloji sağlamlığı, yəni təhsil mühitinin nə qədər boş olduğunu göstərir.
Yaxşı olardı ki, ümumiyyətlə təkcə məktəbdə təhsil haqqında monitorinqlər deyil, eyni zamanda uşaqların, yəni orada oxuyan yeniyetmələrin və şagirdlərin psixoloji, emosional vəziyyəti haqqında da monitorinq keçirilsin. Uşağın özünə qapanmağı, uşağın dərsdə fəaliyyətinin zəifləməsi, davamlı qayda-qanunları pozması, misal üçün uşağın aqressiya göstərməsi, öz həmyaşıdlarıyla münasibəti və özündən yuxarıdakılarla, yəni müəllimlərlə münasibəti bunlar monitorinq olunmalıdır. Əks təqdirdə bu yoluxucu xəstəlik kimi artaraq daha böyük faciələrə səbəb olacaqdır.